dağlar, uca zirveler kaldı ey Tovuz'da. Uca zirveler kaldı ey Tovuz'da. Ay bana doşda. Hoş gördük değerli izleyiciler. Aybek kamerası bugün Türk'ün büyük şairi, Türk dünyasının her köşesinde sayılıp seçilen qələm ustası Ölməz Məmməd İsmail'in məzarı başındayıq. Məmməd İsmail bizim gəncliyimizin şairidir. Biz onun Ağacdələn şeiriyle, biz onun vətən haqqında, ana haqqında şeirləriyle, bax 80'lerin sonlarında Milli Azadlıq Hərəkatında özünü dərk etmə döneminde biz onun şeirleriyle, eyni zamanda Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Bəxtiyarın ve Şəhriyarın təbii ki şeirleriyle meydanlara çıxdıq və bugün Azərbaycanın istiqlalına əgər nail olmuşsa, məhz onlara və əlbəttə ki Məmməd İsmailə borcluyuq. Məmməd İsmail ötən il bizi fiziki də olsa tərk etsə də, bugün onu sevərlərin, şeir sevərlərin, Türk dünyasının qəlbində hər zaman saygıyla anılır və bugün biz onun doğulub boya başa çatdığı Əsri kəndinin bax girəcəyindəki bu məzarının yanındayıq və onu ziyarətə gəldik. Ruhu daim şad olsun. Başını qatanda qürbət çağları, gedib son mənzildə unutmayın ki, susuz çay olmaz ki çay yatakları, sevgisiz bir ömür değil ki. Yığval üz döndərib baxt unutmasa, seven sevdiğini unuda bilər. Səni bir kimsənin gözü tutmasa, səni bu dünyada ne tutabilir? Gəldik Məmməd əmini ziyarətə, ruhun şad olsun ustad. Dünya da oradan da çox kiçikdir. Baxıb görürük ki, Məmməd əmi dünyanı dolandı, bütün Türk dünyasını. Qayıtdı, amma yenə də doğma əsriyin qucağında, bir parça torpağında öz xoşbəxtliyinə qovuşdu. Zaman belədir də, zaman hər şeyi öz yoluna qoyur. Mən bu əsrik dərəsi haqqında bir təəssüratımı yazmışdım. O dərənin gözəlliyi, çayların gümültüsü, ağaçların, yarpaqların xışıltısı, günəşin o yarpaqların arasından xallı süzülməsi, yerə min naxış verməsi və sonra ağlıma qəribə bir şey də gəldi ki, buralarda həm də Məmməd əminin, Məmməd İsmailin qərib, nigaran ruhu dolaşır. Bu yazını paylaşanda bir nəfər onun altından şərh yazmışdı ki, Məmməd şairlərin ruhu niyə nigaran olur ki, niyə qərib olur ki? Ona mən heç nə yazmadım, amma fikrimdən keçdi ki, Məmməd əminin şeiri var, Ağacdələn döy qapımı döy görüm. Orada həm də bir misra keçir, nə vaxtacan yuxularda çay görüm. Məmməd İsmailin də yaralı yeri idi, iki vətən, biri o tay, biri bu tay. Araz çayına ixtabən üzünü tutub yazdığı şeirdi o. Orada o misrada keçir ki, nə vaxtacan yuxularda çay görüb. Yəni o bütövlüyü görməyən, o bütövlüyə hələ nail olmayan Azərbaycanın bütün fədakar övladları, istər şair olsun, istər rəssam olsun, istər mübariz oğlanları olsun, övladları olsun, onun ruhu hələ neçə ki bu vətən birləşməyib, o tay bu taya qovuşmayıb, ruhumuz həmişə nigaran olacaq. Yəni bu Məmməd İsmailin də ruhu elə ona görə nigarandır. Şükür Allaha ki, bugün Azərbaycanımız üzü alnı açıq, bir çox fədakarlıqlardan çıxdı.
mübarizələrdən olsun ki, Məmməd Arazın, Məmməd Aslanın, Məmməd İsmailin və bir çox Azərbaycanın Məmməd kimi övladlarının arzuları Çin olsun, vətən vətənə qovuşsun, vətənimiz bütövləşsin, güneyli, quzeyli bir ürək, bir can olsun. Çox sağ olun Rüfət bəy, bu gözəl anları, bu gözəl dəqiqələri lentə aldığınız üçün sizə də təşəkkürümü bildirirəm. Sizin televiziyanızı da Allah həmişə var eləsin, həmişə bu vətənin təəssübünü, qeyrətini çəkən bu cür təbliğatı verilişlərin sayı çox olsun. Dostu bu dünyada seçib taparlar. Dost düşmən seçilər, vətən seçilməz. Qayanı yonarlar, dağı çaparlar, dağ qaya kiçilər, vətən kiçilməz. Keçər taleyindən, ömründən keçər, qovuşmaz karvana, yovuşmaz köçə, köçsə qürbət ildə qəlbinə köçər. Ağır elli, gönlü vətən köçülməz. Ürəyin vətənin önündə zərrə, andını dəyişməz qızılla, zərlə. Vətənin yolunda candan keçərlər, keçilməz qaladır, vətən keçilməz. Göyləri uludur, günəşi uca, yerləri gözünü, könlünü açar, ağacı böyüyüb kökündən qaçar, ha qaçar, kökündən ayrıla bilməz. Dost düşmən seçilər, vətən seçilməz. Bir adam yol gedir bizdən qabaqda, yaxşı ki dünyada cığır açan var. Bir adam yol gedir bizdən qabaqda, amma bir adam da bizdən sonra var. Biz bugün Məmməd İsmail ucalığının, Məmməd İsmail möhtəşəmliyinin, Məmməd İsmail böyüklüyünün ziyarətinə gəlmişik. Məmməd İsmail haqqında danışmaq mənim üçün həm çox məsuliyyətlidir, həm də böyük bir xoşbəxtlikdir. Məsuliyyətlidir ona görə ki, Məmməd İsmail haqqında danışıram. Xoşbəxtlikdir ona görə ki, mən zamanında Məmməd İsmaillə diyaloqda olmuşam, danışmışam, şeirlərimi ona oxutmuşam, onun fikirlərini almışam. Və bunu xüsusilə qeyd eləmək istəyirəm ki, Məmməd İsmail uzun illərdən sonra Azərbaycanda məhz mənim təqdimatıma, ilk kitabımın təqdimatına qatılıb və mən təqdimata Məmməd İsmail hocamı, mən ona hocam deyirdim, hocamı dəvət eləyərkən zəng vurmuşdum. Mənə dedi ki, mənim səhhətimdə problemlər var, Yesentukda müalicə alıram. Şeirlərinin PDF-ini göndər kitabının, əgər oxuyacam, əgər bəyənsəm gələcəm. Bir şairin özünlə sözünün üst-üstə düşməyi çox önəmli bir məsələdir. Məmməd İsmail özünlə sözünün, özlüyünlə sözlüyünün üst-üstə düşdüyü bir şair idi. Sözünlə də özü üst-üstə düşürdü. Və mənim PDF-imi oxuyandan sonra çox qəribədir ki, bugünkü kimi xatırlayıram, salamsız, kəlamsız bir tək bunu yazmışdı. Təqdimatın keçiriləcəyi günü, saatı və məkanı yaz. Mən yenə də inanmadım, çünki uzun illər idi Məmməd İsmail Azərbaycanda heç bir təqdimata qatılmırdı və təqdimatın günü o zala daxil olana qədər mənim və mənim yaxın dostlarımın içində böyük həyəcan var idi, Məmməd İsmaili görmə həyəcanı, bir də ümidsizlik var idi. O zala daxil olarkən necə bir alqış səsi qopdusa, o alqış səsləri hələ də mənim qulağımdadır. Mən həm də çox kövrəyəm bu an, çox kövrəyəm, hocamı ziyarət eləyirəm. Eyni zamanda mənim yaşdaşlarım düşünürəm ki, çox şanslıdırlar. Biz nəsil çox şanslıyıq. Biz Məmməd İsmaili oxumuşuq, biz Məmməd Aslanı oxumuşuq, biz onları görmüşük, Musa Yaqubu görmüşük, Zəlimxan Yaqubu görmüşük, Rüstəm Behrudini görmüşük. Buna görə çox xoşbəxt bir nəsilik biz. Ruhu şad olsun hocamın, məqamı ucadır, əminəm, uca olsun. Sizə də çox dərin təşəkkürümü bildirirəm, dəyərli Rüfət bəy, dəyərli jurnalistimiz. Çox sağ olun, uğurlar arzulayıram. Hər tikən bir parça yol ayrıcıdır. Davamı səndir. Həsrətin zəhərdən belə acıdır, yuxum başdan başa dar ağacıdır. Gəl məni bu dardan qurtar acığa, elə hamının acığı. Və hamının acığına da deyir ki, biz bugün gözəl bir şairimizin, şair qızımızın, evladımızın həmin görünüşü gözəl, həm üzü gözəl, həm sözü gözəl, həm könlü gözəl bir qızımızın
mübarək kitabının ilk təqdimatına, ilk kitabın təqdimatına toplaşmışıq. Hamımızın adından və hamımızdan da yaşda mən böyüyəm. Könlümün adından qızımızı təbrik edirəm, başarılar deyirəm. Və düz edirsən, bir-birinin ardınca kitab çap etdirmə, makulatura yaratmanın heç bir anlamı yoxdur. Sıxırsan, ovucunda əlində ovucunda bir şey qalmır. Amma bir də var ki, mənim misal gətirdiyim misallar ki, var, mənim könlümün sifarişi ilə olan misallardır. Siz də bunu cəbirləmərsiniz, inandırıram, başarılar deyirəm, uğurlar deyirəm. Etmək dağlar araya, sında bir ulu kent var. Uca zirveler kaldı ey Tovuz'da. Uca zirveler kaldı ey Tovuz'da. Ay bana doşlarından ilham eyşidən ey. Məmməd İsmailin ata yurdu doğulub boya başa çatdığı həyətdəyik. Həyət də dəyişib, ev də dəyişib, amma burada Məmməd İsmaili böyüyüb boya başa çatdığı o hava, o mühit dəyişməyib. Bu həmin həyətdir ki, Ağacdələn şeiri də məhz burada meydana gəldi. Yol azmısan bu payızın çənində, Ağacdələn, ağlın tip sənin də. Dən gəzirsən saçlarımın dənində, atam oğlu az qapımı döygürüm. Bu cığırı bu qara kim bürüyüb, burada kimin yanan qəlbi üflüyüb. Həyətini qara yellər bürüyüb, başımıza nələr gəlir qoy görüm. Araz kimi axan bəxtim açılmaz, hər gidin atam bəxti açılmaz. Hələ yatır, yatan bəxtim açılmaz, yatanların yuxusuna qıy görüm. Ruh şad olsun Məmməd İsmail. Yavaş-yavaş çürümədə taxta, bax, o taxtada ovxam olan vaxta, bax, inad olub nə deyirsən, vaxta bax, açılmayan düyünləri duy görüm. Elə yanır döyüşlərin yanğısı, nə təsəlli söndürəcək, nə də su. Mənim qapım, yeryüzünün qapısı, Ağacdələn, döy qapımı döy görüm, başımıza nələr gəlir, qoy görüm. Həm qohumuyam, həm qonşusuyum. Məhəmməd əmim haqqında mən deməyə çox çətinlik çəkirəm. Belə ki, o bizim gözümüzdə o qədər ucalardan ucadır. O çox sevirdi təbiəti. İstəyirdi, məsələn, gəlsin, ömrünün son vaxtlarını burada keçirsin. Yəni, arzuları onun ilə idi. Onun o qədər xatirələri, o ən çox sevirdi təbiəti. Məsələn, adi bir ağaca da gələn kimi həmişə baş çəkərdi. O deyirdi ki, yəni bir dənə balaca ağaca da məsələn qırılanda ona həmişə heyfslənirdi. Onun belə çaya qədər böyük sahəsi var, həyət yanı. Orada onun böyük bir qocaman palıd ağacı var. Həmişə gələndə gedir ona baş çəkirdi. Yəni onun xatirələri çox danışmaq olar. Siz bəlkə bizdən də yaxşı tanıyırsınız. Siz də minnətdaram, çox sağ olun. Məmməd İsmail həm də öz şeirlərində ana məqamını hər zaman uzaqdan şair olur. Biz gənclik çağımızda Məmməd İsmail şeirində ana haqqında, güzar ana haqqında yazdıqlarını oxuyub, hər birimizin gözü önündə ana obrazı yaranırdı. Bu həyətdə də o ananın da ruhu var, Məmməd İsmailin də ruhu var, əzizlərin də ruhu var. Ona görə onları da unutmamaq olmaz. Yarım əsr bu dünyanın sevincinə, kədərinə ortaq oldu mənim anam. Torpağı çox sevdiyindən axır dönüb torpaq oldu mənim anam. Bax, onun anası çox erkən onu tərk edib və ananın yoxluğunu, ananın fiziki yoxluğunu mən düşünürəm ki, Məmməd İsmail qədər təqdim edən şair çox azdır bizdə. Sayğı və sevgi ilə anırıq. Nəfəsin üzümə dəymir nə vaxtı, əllərin qapımı döymür nə vaxtı, intizar qalmışıq gör bir nə vaxtı, yaman darıxmışam sənin üçün, ana. Səni bu həftələr, aylar istəyir, saçın tək ağarmış çaylar istəyir, dünyanın özü də layla istəyir, yaman darıxmışam sənin üçün, ana.
Düşüb aralığa həftələr, aylar. Qalmısan ömrümün ötən ilində. Bir həsrət sinəmdən sənə haraylar, məhəbbət, sədaqət, sevgi dilində. Bir eşqin uğursuz qədəmi kimi, demə aramızı soyudacağam. Limana qayıdan bir gəmi kimi, təzədən mən sənə qayıdacağam. Şöhrətdən gözümə gül işıq düşüb, elə bilmişəm ki, yenilməz dağım. Bircə xəyalına gətirsən məni, fikrimdə, yolumda dolaşıq düşüb, həmişə narahat edirsən məni. Kimi oyatmamışdı, həsrət kimi, anadan olduğum doğma kənd kimi, təzədən mən sənə qayıdacağam.